Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Biz bu videomuzda sizinlə Time sınaq toplusundan ümumi sınaq 26-nın suallarının izahını verəcəyik. Başlayırıq birinci sualdan. Deyir ki, çöl göyərçinində döş sümüyünə birləşən sümükləri seçin. Döş sümüyünə birləşir bir qarğa sümüyü, bir də birləşir qabırğalar. Ona görə bizim birinci sualımızın cavabı olacaq B bəndi. İkinci sualda bizə genotiplərlə bağlı olan bir sual veribdir genetikadan. Deyir ki, bu genotiplərin çarpazlaşmasından neçə növ genotip alınır, genlər ilişikli deyil. Biz nə etməliyik? Təbii ki, burada polihibrid çarpazlaşmadır, monohibridə gətirməliyik. Böyük yağ, kiçik yağını çarpazlaşdıranda kiçik yağ ilə buradan alınır bir dənə böyük yağ, kiçik yağ və alınır bir dənə də kiçik yağ ki, burada iki dənə genotip üzə çıxmış olur. Böyük B, kiçik B-ni çarpazlaşdıranda böyük B, kiçik B ilə buradan bir dənə böyük B, iki dənə böyük B, kiçik B və bir dənə də kiçik B alınır ki, bu üç genotip olmuş olduğunu bizə deyir. Böyük C, kiçik C-ni çarpazlaşdıranda kiçik C ilə buradan bir dənə böyük C, kiçik C və bir dənə də kiçik C alınır ki, bu da iki genotip olduğunu göstərir. Biz nə etməliyik? Bunları bir-birinə vurmalıyıq. 2 vurulsun 3 vurulsun 2 və cavabımız eləyir 12 növ genotip. Yəni cavabımız C bəndi olacaq ikinci sualda. Üçüncü sualı. Yaşıl quş mamrının hansı strukturlarının hüceyrələri haploid xromosom dəstinə malikdir? Zigot diploiddir, spor haploiddir, qutucuq ayaqcığı diploiddir, protonema haploiddir, qutucuq diploiddir, yarpaq haploiddir. Cavabımız 2, 3, 6, yəni üçüncü sualda cavabımız A bəndi olur. Dördüncü suala gəlirik. Hansı bitkinin müxtəliflik və mənşə mərkəzi iki qitədə yerləşir? Biz burada Həbəşistanı axtarmalıyıq. Həbəşistana da qəhvə bitkisi aiddir. Ona görə də cavabımız D bəndi olacaq. Beşinci sualda qaraciyər sorusunun əsas sahibinin bədənində əmələ gəlir. Deyirsə, yumurta və yetkin fərd olaraq götürəcəyik bir cavabımızı. Ona görə də B bəndi olaraq götürərik də sorucu qurd və yumurta. Altıncı sualda endosperm hüceyrəsinin anafaza mərhələsində 66 xromosom olan dişi bitki. Endosperm normalda 3N olur da, düzdürmü? Anafaza mərhələsində bunun xromosom sayı 2 dəfə artır. Yəni 6N-imiz bərabər olur 66-ya, N-imiz də bərabər olur 11-ə. Dişi bitki üçün. Bunu nə elədik? Qeyd elədik. Dişi bitki üçün bunu qeyd elədik. Gəldik indi erkək bitki üçün bunu yazmağa. Deyir ki, spermisində 14 xromosomu olan erkək bitki tozcuğu ilə tozlandırılmışdır. Erkəyin də spermisi eni bərabərdir 14 verirdi bizə. Deyir ki, əmələ gələn hibridin dözsüzlüyü Karpachenko üsulu aradan qaldırıldıqda toxumun endosperm hüceyrəsində cəmi neçə xromosom olar? Dişinin mərkəzi hüceyrəsi lazım olduğuna görə mərkəzi hüceyrə 2N-dirsə, N'imiz 11 olan dişinin 2N-i də olacaq 22. Bunun üzərinə gələcəyik spermini. N bərabərdir 14-ü və biz buradan alacağıq 3N bərabərdir 36 xromosoma malik olan dölsüz hibridin endospermin. Karpachenko üsulu ilə aradan qaldırdığımız zaman isə 2 dəfə artıracağıq bunu. Karpachenko tətbiq edəndə olacaq 6 bərabərdir 72. Yəni 6-cı sualın cavabı olacaq B bəndi. Gəldik 7-ci sualda. Müəyyən sayda öküz sorteri yumurtalarının inkişafı zamanı əmələ gələn sürfələrdə cəmi 24 qarmaq var. Mən həmən nə edirəm? 24-ü bölürəm 6-ya. Niyə görə? Çünki bir öküz sorterində 6 qarmaqlı sürfədə 6 dənə qarmaq olur da. Tapıram ki, 4 dənə, bax, 6 qarmaqlı sürfə var imiş. Bu sürfələrdən əmələ gələn yetkin fərdlərdən neçə sormac olar? Təbii ki, hər öküz sorterində 4 dənə sormac olurdu baş hissədə və 4-ü də 4-ə vurduğumuz zaman biz
Cavabımız eləyər. 16, yəni 7-ci sualın cavabı olacaq C bəndi. Davam edirik. 8-ci sualda qazmaq şəkilli şibyəyə aiddir daş xınası. Yarpaq şəkilliyə aiddir palmiri ya kol şəkilliyə aiddir maral mamırı. 1-ə B, 2-yə C, 3-ə A olacaq. 8-ci sualın cavabı A bəndi. Gəldik 9-cu suala. Deyir ki, noxud bitkisində bitişik strukturların sayı 48 ədəd olarsa, noxud bitkisində, yəni ki, bir çiçəyi nəzərdə tutur burada, K 5 dənə bitişik kasa yarpağıdır. Ləçəklərdən 3-ü sərbəstdir, amma ikisi bitişik idi. Erkəkciklərdən 9-u bitişik, biri sərbəst idi və dişiciyin saydı bir dənə idi. Sayanda 14 dənə nə var burada? 14 dənə bitişik struktur var. 5 dənə kasa yarpağı, 2 dənə ləçək, 9 dənə də erkəkcik. 9 dənə də erkəkcik. Bu eləyir 16. 16 dənə bitişik struktur olanda çiçəkdə bir dənə qayıqcıq olur. Bəs 48 dənə olduğu zaman x qoyacağıq və x-imizi buradan tapacağıq ki, 3 dənə qayıqcıq var. Yəni 9-cu sualın cavabı olacaq C bəndi. 10-cu suala gəlirik. Bizə deyir ki, verilmiş bitkilərdə neçə növ meyvə tipinə rast gəlinər? Günəbaxan toxumcadır, astra toxumcadır, dəvədəbanı toxumcadır, topinambur toxumcadır, georgin toxumcadır. Hamısı eyni növdür də, bir növdür. 10-cu sualın cavabı A bəndidir. 11-ci sualda verilən geoloji dövrlərin hansında heyvanlar atmosfer oksigeni ilə tənəffüs edə bilərdi? Yəni heyvanlar quruya çıxıblar da, yəni atmosfer havası ilə tənəffüs etməyə başlayıblar. Bu silur dövründən sonra ola bilərdi. Yəni Kembri ordovikdə heyvanlar quruya çıxmamışdılar. Ona görə cavabımız 1, 4 və 5 olacaq. Yəni 11-ci sualın cavabı A bəndi. 12-ci sualda hüceyrə nəzəriyyəsi aid edilə bilməz. Prokaryot orqanizm hüceyrəvi quruluşa malikdir. Aid edilər. Xloroplastı olan bitkilərə, olmayan bitkilərə aiddir. Nuklein turşularında 4 növ azot əsas olan varlıqlar, bax bu viruslardır. Viruslara aid edilməyəcək təbii ki. Onun üçün də C bəndi olacaq bizim cavabımız. 13-cü sualda insan skeletində yalnız qarışıq sümüklə birləşir. Kəllə yalnız qarışıq sümüklə birləşir. Birinci boyun fəqrəsi ilə. Ona görə cavabımız A bəndidir. 14-cü sualda homosüstülüyə zamanı deyir böyrək çatışmazlığı olur. Xeyr, bu patauda olur. Xəstə bir ildən çox yaşamır, pataudadır. Quraqlar normadan aşağıda olur. Bu yəni homosüstülüyə aid deyil də, yəni bu aiddir nəyə? Qulaqlar normadan aşağıda yerləşir. E, Səhv etmirəmsə, Şerşevski-Terner sindromlu insanda idi bu. Damar mənşəli troplar yaranır, bəli. Hərəkət koordinasiyası itir, bu da Tay-Saksda idi. 15-ci sualda ağciyərlərin yerləşdiyi bədən boşluğunda yerləşən vəzlərin hormonudur. Ağciyərlərin yerləşdiyi bədən boşluğunda yerləşən vəzlərin hormonudur. Tamam, timozindir də timus vəzinin hormonu. 16-cı sualda infeksiyon göz xəstəliyidir. Buna konjunktivit deyirik. A bəndi olaraq götürürük cavabımızı. 17-ci sualda verilənlərin meydana çıxma ardıcıllığı ilə yazın. Bitkilərin quruya çıxması ordovik. Xordanın yaranması proterazol. Dişlərin ixtisaslaşması perm. İki qat mayalanma, təbaşir, arxeopteriksin meydana çıxması yura. Ardıcıllıqla yazsaq 2, sonra 1, sonra 3, sonra 5, sonra da 4'dür.
2, 1, 3, 5, 4 A bəndi olur 17-ci sualın cavabı. 18-ci sualda Şershenski-Terner sindromu olan insanın bir somatik hücresində xromosom müxtəlifliyi təbii ki 23 dənə olacaq da qadın olduğuna görə cavabımız C bəndi olaraq götürüləcək. 19-cu sualda dişi heterogametliyə malik bir canlının yumurtalıq və toxumluqlarının yetişmə zonasına bərabər sayda hüceyrə daxil olmuşdur. Sonda əmələ gələn X cinsi xromosomlu yönəldici cisimciklərin minimum sayı 24 dənə olarsa, onda neçə spermatozoid X cinsi xromosomu daşıyar? Tamam. Tamam. Demək burada bizdə bax məsələ nədən gedir? Biraz belə məsələlər müəllimlərimizə çox qəliz gələ bilər. Amma deyir ki, X cinsi xromosomlu yönəldici cisimciklərin minimum sayı 24 ədəd olarsa, bunu biz nə zaman belə qeyd eləmişdik? Normalda, baxın, dişi heterogamet olan bir fərddir, X, Y-dir. Bir dənə hüceyrədir. Daxil olub və demək, bir dənə qamet yaradıb, 3 dənə də yönəldici cisimcik yaradıb. Yönəldici cisimciklərdə X cinsiyyət xromosomunun sayı nə zaman az olar? Biri qametə düşüb, biri yönəldici cismə düşəndə. Yerdə qalan ikisi Y-ə düşür. Demək, 24 dənə X cinsi xromosomlu yönəldici cisimcik varsa, qametin tərkibində, yönəldici cisimciklərdə 24 dənəsi varsa, 24 dənəsi də qametdə deməkdir. Yəni bizim 48 dənə X-ımız var əmələ gələn hüceyrələrdə. 48 dənə də Y-imiz var. Cəmi neçə hüceyrələrdir? 96 cinsi xromosom, 96 dənə də hüceyrə elədir. Dişi fərddə bir başlanğıc hüceyrədən 4 dənəsi hüceyrə yaranırsa, neçə başlanğıc hüceyrədən 96 hüceyrə yaranar? X bərabərdir 24 dənə başlanğıc hüceyrə yaranmış olur. Dişi fərddə. Yəni yaranmır, yəni yetişmə zonasına daxil olur. Toxumluqda da həmçinin bu hüceyrənin sayı bərabər olarsa, 24 dənə də toxumluqda hüceyrə daxil olacaq hara? Toxumluğun yetişmə zonasına. Və dişi heterogamet olduğuna görə erkəkdə əmələ gələn hüceyrələrin hamısı XX olacaq da. Erkəkdə hamısı XX olacaq. Yəni 24 hüceyrədən erkəkdə 4 dəfə çox 96 dənə hüceyrə yaranacaq ki, bunların hamısı qametə çevriləcək, yəni spermatozoidə çevriləcək və belə deyək də, hamısı da X cinsiyyət xromosomlu olacaq. Ona görə də 19-cu sualda bizim cavab versiyamız B bəndi olacaq. 20-ci suala gəldiyimiz zaman, çarpaz tozlanmadan əmələ gələn toxumun Rüşeyminin xromosom dəsti yumurta hüceyrənin xromosom dəstindən 1,5 dəfə çoxdur. Əgər əmələ gələn Rüşeymin xromosom dəsti 24 olarsa, bu toxumun endosperm hüceyrəsinin xromosom dəstini tapın. Tamam. Deməli, əmələ gələn Rüşeymin xromosom dəsti yumurta hüceyrənin xromosom dəstindən 1,5 dəfə çoxdursa, mən 24-ü bölərəm 1,5-ə. 1,5-ə. Bu da eləyəcək nə qədər? Bir dəfə 240-ı 15-ə böləndə bir dəfə orada qalacaq 96 dəfə. Bu da eləyəcək 16 dəfə. 16 xromosom olacaq nədə? Yumurta hüceyrədə. Demək, yumurta hüceyrəmiz olur 16. Bunu mayalayan spermidə olur nə? 8. 8. İndi deyir ki, bu toxumun endosperm hüceyrəsinin xromosom dəstini tapın. Yumurta hüceyrə dişiyə aiddir və N xromosom dəstinə malikdir. Yəni, dişinin N xromosom dəsti 16-dır. Endosperm üçün bizə mərkəzi hüceyrə lazımdır ki, bu da 2N-dir. 16-nı yəni biz 2-yə vurmalıyıq, 32 mərkəzi hüceyrə eləməlidir. Spermi də zaten 8-ə bərabərdir.
32'nin üzerinde de gələndə 8-i cavabımız eləyəcək 40. Yəni B bəndi olaraq biz götürəcəyik cavab versiyamızı. 21-ci sualda bizə deyir ki, Lamarckın qradasiyasını əks etdirən təsnifat sxeminin neçənci pilləsində 4 sinif cəmlənib? Təbii ki, burada 4 dənə sinif cəmlənən istəyir. Burada biz götürəcəyik hörümçəklər bir də yox. Xərçəngimilər, malyusklar, sonra bığ ayaqlılar, e, bir də hərqəvilər. 4 dənə sinif yerləşdirib. 4-cü pillədə, C bəndində. 22-ci sualda. Hörümçəkdə olan traxeyaların sayının əqrəbdə olan traxeyaların sayına olan nisbəti. Hörümçəkdə 2 dənə idi, əqrəbdə 8 dənə idi. 2-nin 8-ə nisbəti 1-in 4-ə nisbətinə bərabərdir. Yəni, Y bəndi olacaq 22-ci sualda bizim cavabımız. 23-də mezoderma qatından əmələ gəlir. Təbii ki, böyrəklərimiz cavabımız B bəndidir. 24-cü sualda. İnsan popülyasiyasında heterozigot qonur rəngli gözlərə sahib olan adamların sayı 25%-dir. Mavi rəngli gözlərə sahib adamların sayı isə 36%-dir. Populyasiyada homozigotların faizini müəyyən edir. Bunu heç hesablamağa ehtiyac var ki, heterozigotları onsuz da verib bizə ümumi 25%, ümumi 100% insandır, 25% heterozigotsa 100-dən 25-i çıxaram, qalacaq 75%-da. Yəni, bunun nəyini hesablayıram ki? Tamam, heterozigot böyük A, kiçik A-dır. Mavi rəng kiçik A, kiçik A ki 36%-dir. Deyərsiniz ki, hə, böyük A-nı tapın. Nə edirəm buradan tapıram ki bunu? Zaten o da homozigotdur da, elə 100%-dən 25%-i çıxaram. 25-ci sualda bizə deyir ki, neçə qrup bitki toxmasının hüceyrələri məhv olduqdan sonra öz funksiyasını yerinə yetirə bilər. Törədici deyil, əsas deyil, ifrazat deyil, ötürücüdə ola bilər, stilema boruları, örtücüdə ola bilər, bu olsun qalın bitkinin üzərində qışda əmələ gəlir, mantar və mexanikidə ola bilər ki, liflər. Bəli, 3 toxuma qrupunda. Cavabımız B bəndi olacaq 25-ci sualda. Kökümsov gövdəyə malikdir. Kökümsov gövdəyə malik olur. Deməli, kökümsov gövdə Nərgiz bitkisində soğanaq idi. Dəvədabanında, bəli, kökümsov gövdə idi. Y bəndi. Qaymaq otunda meyvə kök, yox, meyvə kök yumrusuydu. Yer armudunda deməli, yer armudu və yaxud da topinambur deyirdik də buna. Gövdə yumrusudur. Hiyasintdə də soğanaqdır. Ona görə cavabımız Y bəndi. 27-ci sualda həyat qüvvəsi tipli sinir sisteminə malik insana aiddir. Demək, həyat qüvvəsi sanqvinikdir. Qan həyat qüvvəsi deməkdir. Bunlar təmkinli olan insanlardır. Yəni, bir götürəcəyik burada. Sonra qayğısız olmalıdırlar və bol enerjili olurlar. Ona görə cavabımız A bəndi aid olacaq. 28-ci sualda hemofiliya xəstəsi olan oğlan uşağının somatik hüceyrə nüvəsində xromosom müxtəlifliyi neçə olar? Nə fərq var ki, hemofiliya xəstəsi oldu, olmadı? Somatik hüceyrənin nüvəsində oğlan uşağıdırsa 24 dənə xromosom var da, cavabımız D bəndi. 29-cu sualda neştərçi haqqında hansı fikir doğrudur? Vena damarı yoxdur, təbii ki var. Bel qan damarında venoz qan olur. Bel qan damarında arterial qan olur. Qan qəlsəmələrə vena ilə daxil olur. Qan qəlsəmələrə, xeyr, qəlsəmə arteriyası ilə daxil olur. Doğru deyil. Ürəyi 2 kameraldır, ürəyi yoxdur.
Qəsəm üstü arteriyada arterial qan olur. Bəli, cavabımız Y bəndidir. 30-cu sualda hansı protozozu törədən canlı 4 cüt qamçı və soyucu diskə malikdir? Bu Liambriyadır. Cavabımız B bəndi olacaq. 31-ci sualda şəkildə verilən canlıların hamısına aid edilə bilər. İstiqanlı olmaq tısbağıya, kərtənkəliyə aid deyil. Mayalanmanı və inkişafın bətndaxil olması xeyr. İnkişafın düzünə olması, bəli, bax bunu aid edə bilirik hamısına. Ona görə cavabımız C bəndidir. Anabiyoz soyuqqanlılar olur, yumurta qoymaqla çoxalan da ki, kərtənkələdir, quşdur, e, tısbağadır. Bu şəkildə. 32-ci sualda 3 fərqli iki cinsli çiçək verilmişdir. Deyir ki, bu çiçəklərdən əmələ gələn toxumların genetik müxtəlifliyi azdan çoxa doğru düzün. Bax, bu çiçək öz-özünə tozlanır. Yuxarıdan aşağı normal bir şəkildə. Ona görə homoziqotluq bunda daha çox olar. Genetik müxtəliflik ən az bunda olar. Bu C bəndində veriləndə də görürsünüzmü, erkəkciklə dişicik bərabərdir. Öz-özünə də tozlana bilər, çarpaz da tozlana bilər. Ona görə bunun müxtəlifliyi nisbətən çox olacaq. Amma ən çox müxtəliflik A-dadır. Çünki dişicik erkəkcikdən yuxarıda yerləşir. Bu çarpaz tozlanır və heteroziqotluq daha çox olur. Yəni 32-ci sualın cavabı A bəndi olacaq. 33-cü suala gəlirik. Deyir, hansı bitkinin müxtəliflik və mənşə mərkəzi Cənubi Asiya tropik mərkəzidir? Bura biz xiyar bitkisini aid edəcəyik. C bəndi. 34-cü sualda şəkildə verilən bitki haqqında hansı fikir yanlışdır? Yumurtacığa malikdir, bəli, doğrudur. Ona görə götürmür. İşıq sevəndir, bəli. İynə yarpaqlıdır, bəli. Rütubət sevəndir, xeyir. Quraqlığa davamlıdır. Üzərində 3 növ dişi qozu olur, bəli. Bu şam bitkisidir də. Ona görə cavabımız C bəndi. Canlıları da nəsil ağacında uyğunluğu müəyyən edin. Müəyyən edin. Tamam. Gəlin baxaq. Demək, birə biz biri aid eləyəcəyik. Bax, 2-ni insandan başlayaq. 2-yə yaxın olan B olsun. 2 B'yə aid olsun. Sonra quş olsun burada. Hanı 1-ə aid eləyəcəyini. Sonra deyək ki, digər onurğalı balıqdır ki, onu qurbağadan əvvələ qoyaq. 3-ə aid eləyək D-ni. Sonra 4-ü də aid eləyək həşəratın yanına da A-ya. Deməli, 1-ə C, 2-yə B, 3-ə D, 4-ə A olaraq qeyd eləyəcəyik. Cavabımız B bəndi. Burada görürsünüzmü, Rus Arlov Löhrəm at cinsinin alınma sxemi veribdir. Biz bilirdik ki, ərəb minik atının ayğırı ilə Danimarka yük atının madyanı çarpazlaşmışdır. Və alınan hibridin ayğırı ilə Hollandiya Löhrəm at cinsinin madyanı çarpazlaşdırılmışdır. 1-ə X, 2-yə Z, 3-ə Y. Yəni 36-cı sualın cavabı A bəndi. Gəldik 37-yə. Müəyyən ərazidən toplanmış 3 ədəd hörümçək və 5 ədəd əqrəbdə cəmi neçə cüt traxeya var? Hörümçəkdə 1 cüt traxeya olduğuna görə 3 cüt cəmi bunda traxeya olur. Əqrəbdə də 4 cüt traxeya olduğuna görə 4-ü 5-ə vurduq. 20 cüt traxeya da oradadır. 20 üstə gəlsin 3, 23 cüt traxeya eləyir. Cəmi 37-ci sualda cavabımız B bəndi. 38-ci suala gəldiyimiz zaman yenə bizə nə istəyir? Polihibrid çarpazlaşma veribdir. Fenotipin üzə çıxma ehtimalını bizdən istəyir. Böyük A, kiçik A-nı çarpazlaşdıranda böyük A, böyük A-dan buradan böyük A, böyük A alınır və böyük A, kiçik A alınır ki, bunun hamısı bir ehtimal böyük A fenotipinə sahibdir. Böyük B, kiçik B-nin çarpazlaşdıranda böyük B, kiçik B ilə burada bir dənə böyük B, böyük B, iki dənə böyük B, kiçik B və bir dənə də kiçik B, kiçik B-dir ki, 4 kombinasiyadan birində kiçik B fenotipi üzə çıxacaq. Deməli, 4-də 1, kiçik B.
Böyük C, kiçik C-ni də çarpazlaşdıranda kiçik C, kiçik C ilə bir dənə böyük C, kiçik C və bir dənə də kiçik C, kiçik C alınır ki, bu da iki kombinasiyadan birində sadəcə kiçik C fenotipi üzə çıxır. Bu da 2-də 1 kiçik C deməkdir. Bu rəqəmləri bir-birinə vuranda 1 vurulsun 4-də 1 vurulsun 2-də 1 cavabımız da eləyir 8-də 1. Yəni 38-ci sualın cavabı olmalıdır A bəndi. 39-a baxırıq. Ümumdünya Səhiyyə Təşkilatı meymun çiçəyi virusunun yayılma mexanizminin riyazi analizindən istifadə edərək riyazi analiz sözünü gördünüzsə zaten bu nə olmalıdır? Proqnozlaşdırma üsulu olmalıdır. İstifadə edərək daha geniş əraziyə yayıla biləcəyini müəyyən etdiyi üçün bu virusu pandemiya elan etdi. Bu zaman epidemioloji metod çərçivəsində aşağıdakı metodların hansından istifadə edildi? Təbii ki, proqnozlaşdırma üsulundan istifadə etmiş oldu. C bəndi oldu bizim cavabımız. 40-cı və sonuncu sualımız hansı canlı X xromosomu ilə ilişikli olan resesiv bir genə görə daşıyıcı ola bilər? Düşü güvə X0'dır, olmaz. Erkek çərçi X0'dır, olmaz. Dişi göyərçin XY-dir, olmaz. Erkek taxtabiti X0'dır, olmaz. Dişi dana dişi XX-dir. Olar. Yəni cavabımız D bəndi. Daşıyıcı olmaq üçün 2 dənə X cinsiyyət xromosomu olması lazımdır. Yəni 40-cı sualın cavabı da D oldu. Belə, əzizlərim, bu dəfəki test izahımızdan bu qədər. Sağ olun, hələlik.